Abbi Mobile-da səhmlər almışsa, fikir vermişsə, orada sifarişi 24 saat ərzində yerləşdirə bilərsiniz. Amma istiqrazlarda biraz məsələ fərqlidir. İstiqrazlar yalnız bazar açıq olduqda sifariş qəbul edə bilirik. Yəni bu da bizdən asılı olmayan səbəblərdən. Yəni brokerin bizə təmin etdiyi şərtlər asılıdır. Yəni Bakı vaxtı ilə 18:30-dan gecə saat 1-ə qədər müştərilər sifarişlərini yerləşdirə bilərlər. Səhmlərdən bir fərqi də ondan ibarətdir ki, sifarişlər günlük sifariş, gün içi sifarişlərdir. Yəni 18:30-da sifarişi yerləşdirdiniz. Əgər gün sonuna qədər, yəni gecə saat 1-ə qədər icra olunmasa sifarişiniz, həmin sifariş ləğv olur. Səhmlərdən bir fərqi də bundan ibarətdir ki, istiqrazlarda sifarişlər yalnız limit qiyməti ilə qəbul olunur. Yəni siz qiyməti özünüz əvvəlcədən müəyyən edirsiniz. Məsələn, almaq istəyirsinizsə müəyyən edirsiniz ki, məsələn $900 almaq istəyirəm. O zaman biz həmişə o qiymətə nisbətən $900 görə bazar qiymətini müqayisə eləyəcəyik və $900 və yaxud da daha yaxşı qiymət, yəni müştəri üçün daha yaxşı qiymət $900-ın aşağı olsa istiqrazın qiyməti həmin sifariş icra olunacaq. Satışda da bunun əksinədir. Əgər siz $900 qoymusunuz sifarişi, $900 və daha yaxşı qiymət müştəri üçün, yəni o deməkdir ki, $900 və ya daha yuxarı qiymətə sifariş icra olunacaq. Bir sözlə investor özü öz qiymətini müəyyən edə bilir və onu bir növ nəzarətdə saxlaya bilir. Yəni əgər misal üçün siz qeyd etdiyiniz kimi $900-dan alış qoyubsa, o zaman o deməkdir ki, ya 900 ya da $900-dan aşağı əgər bazarda təklif varsa o sifariş icra olunacaq, əks halda sifariş gözləmədə qalacaq və gün ərzində siz qeyd etdiyiniz kimi qüvvədə olur, gün sonunda isə icra olunmadıqda ləğv edilir. Buna görə də limit qiymətlərini günlük sifariş olduğu üçün, yəni səhmlərdən fərqli olaraq 90 gün qalmır da sifarişlərimiz aktiv. Günlük sifariş olduğu üçün limit qiymətini təyin edəndə müştərilər biraz daha diqqətli olması məqsədə uyğun olardı. Əgər bazar qiymətindən çox fərqli qiymət yerləşdirilirsə, sifariş icra olunmamaq şansı daha çoxdur.